Dostlar, bu videoda mən sizlərə Windows Serverdə şəbəkə ayarlarının necə ediləcəyini göstərəcəm. Bunu mən həm Windows Server 2022 Core versiyada, həm də GUI olan versiyada göstərəcəm. İlk öncə keçək GUI versiyaya. Demən, hal-hazırda Windows Server 2022 standartın GUI versiyasındayıq. Server Manager açılır. Mən sadəcə eyni vaxtda 2 ədəd virtual maşın açdırmaya görə parametrləri biraz aşağı vermişəm. Ona görə biraz gecikmələr ola bilər. Və bu server manager gəldi. Deyək ki, biz bunu real bir şəraitdə qurmuşuq və biz artıq serverə statik IP verilməliyik. Default olaraq bizdə IP ayarları DHCP üzərindən gəlir. Server Manager'da lokal server hissəsinə gələrəm. Parametrlərin özünə verilməsini gözləyirəm. Və budur. Lokal server hissəsində Ethernet hissəsində IPv4 adres hissəsində görülür və DHCP olaraq konfigurasiya olunduğunu yazır. Üzərinə kliklədikdə artıq bizi şəbəkə ayarlarının olduğu pəncərəyə yönəltməlidir və budur. Gördüyünüz kimi hal-hazırda bizdə bir ədəd şəbəkə kartı mövcuddur və üzərinə 2 dəfə klik etsək Details bölməsindən gəlsək, hal-hazırda IP adresimizi görürük və hər bir şeyin, yəni DHCP üzərindən gəldiyini görəcəyik. Lakin mən bunu belə istəmirəm, yəni statik olaraq yazmaq istəyirəm. Bunun üçün nə etməliyəm? Profiles hissəsindən 2 dəfə kliklədikdə açılan pəncərədə IPv4 hissəsinə gələcək və bunu avtomatikdən statikə çeviririk. Mənim hal-hazırda şəbəkəm 192.168.10.0 şəbəkəsidir və mən buradan bir adres təyin etməliyəm. Deyək ki, 10.150 təyin edirəm. Təbii ki, bunu siz real mühitdə istəyinizə uyğun olaraq yaza bilərsiniz. Subnet maskım 255.255.0 şəbəkəsidir. Daha doğrusu 255.255.255.0, yəni /24. Routerumun IP-si 192.168.10.1. Bu həm də mənim default gateway'imdir. DNS olaraq 127.0.1, yəni serverin özünü, sonra isə Google'un DNS-lərini qeyd edirəm. Və bu artıq IP adresim DHCP üzərindən deyil, statik olaraq təyin olundu. Və mən indi CMD-ni açsam, ping Google'un IP-sini qeyd etsəm, pingin getdiyini görəcəm. İndi isə keçək bunu eyni qaydada biz Core versiyada necə edəcəyik, onu göstərim sizə. Deməli, Core versiyada gördüyünüz kimi yəni böyük olaraq bir şey seçə bilməyiz, sadəcə müəyyən olunmuş komandalardan istifadə etməli. Şəbəkə ilə bağlı dəyişikliklər gördüyünüz kimi 8-ci hissədədir, Network Settings. Ona görə 8-i vurub Enter edirəm. Və hal-hazırda mənim, yəni şəbəkədə olan IP-yi göstərir və bu IP mənə DHCP vasitəsilə gəlir. Və mən burada, yəni bir ədəd şəbəkə kartım olduğu üçün bir yazıda Enter vururam. Gördüyünüz kimi şəbəkə parametrləri açıldı. Hansı dəyişikliyi edəcəm, onu məndən soruşur. Yəni DNS-lə bağlı, yoxsa network adreslə bağlı. Mən bir seçirəm və Enter vururam. DHCP olacaq, yoxsa statik IP olacaq. Mən S yazıram, yəni statik IP olacaq. Deyir ki, IP adresi daxil edin. 192.168.10.1 deyir ki, 151 yazaq və Enter vuraq. Subnet mask 255.255.255.0. Yəni sizdə başqadırsa təbii ki, onu qeyd etməlisiniz. 192.168.10.1 default gateway'im və hazırda Enter edirəm. İndi isə mən yenidən gəlsəm, 8-i seçib Enter etsəm, artıq şəbəkə adresimin dəyişdiyini görəcəm. Və bu hissədə gəlib, yəni GUI serverdən gəlib, ping versəm, əgər Core serverdə ping bazı deyilsə getməli. Burada IP-miz oldu bizim. Hal-hazırda məndə fiziki
2 ədəd virtual maşın açdığıma görə 1 ədəd biraz ləngimələr olur. Bir sayarsınız. Deməli 192, 168, 10.151. Sadəcə serverdə ping var idi. İndi isə keçək yenidən core versiyaya. Gördüyünüz kimi artıq bizim etdiyimiz dəyişiklik qüvvəyə minib və ola bilər ki, sizdə 1 ədəd deyil, 2-3 ədəd şəbəkə kartı olsun. O zaman hər birinin qarşısında eyni bu qaydadakı kimi aylarla yazılacaq və siz burada 1, 2, 3, yəni hansı şəbəkə kartında əməliyyat aparmaq istəyirsinizsə, onun rəqəmini yazaraq enter vuracaqsınız. İndi isə gəlin biz burada DNS ayarlarımızı dəyişdirək. 2-ni yazıram, enter vururam. Məndən DNS-imi soruşur. Mən DNS olaraq 10.150, yəni seçirəm. Mənim GUI serverimi seçirəm. Bunu niyə etdiyimi sizə sonra bildirəcəm. Enter. İkinci DNS olaraq Google-un DNS-lərini qeyd edirəm və enter. Artıq hər şey dəyişiklik qüvvəyə mindi və enter edərək kəsdirilirəm. Dostlar, yəni növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.